Deməli, məsələdə bizdə verilir ki, 40 dərəcə şimal eni, 30 dərəcə şərq uzunluğunda çıxan təyyarə 90 dərəcə azimutla hərəkət 854 km hərəkət etdikdən sonra hansı məntəqəyə, hansı coğrafi koordinatlara çatır? Təxmin eləyək ki, bu 0 dərəcəlik ekvatordur və 40 dərəcəlik şimal enliyidir. 30 dərəcə şərq uzunluğu 40 dərəcə şimal enliyində A məntəqəsi olsa, yəni buradan təyyarə başlasa uçmağa, 90 dərəcə azimut bilirik ki, şərqi istiqamətdir, 854 km getmiş olacaq. Və təbii ki, bu coğrafi koordinat tapmaq üçün 40 dərəcəlik şimal enliyinin uzunluğunu bilməliyik. 40 dərəcə şimal enliyinin uzunluğu 85,4 km-dir. Buradan tənasüb yaranır. Əgər 1 dərəcəlik qövsün uzunluğu 85,4 km-dirsə, x dərəcəlik qövsün uzunluğu 854 km. Buradan isə x bərabərdə 10 dərəcə tapırıq. Deməli, təyyarə 10 dərəcə irəliləyib. Əgər 30 dərəcədə idisə, gəlib çıxıb, 30-un üstünə 10 gələndə 40 dərəcə şərq uzunluğu və növbəti yeni koordinatlar olacaq. 40 dərəcə şimal enliyi, 40 dərəcə şərq uzunluğunda təyyarə enər və yaxud da çatmış olar.